Niyə bəzi pasientlərdə sızanaqdan sonra ləkə qalır, bəzilərində isə sızanaqlar izsiz keçib gedir? Ləkələrin qalma səbəbi əsas olaraq pasientlərin dəri fototipindən və ya daha sadə dildə isə dəri rəngindən və sızanaqların hansı dərəcədə aktiv və iltihablı gedişatından asılıdır. Sızanaqlar sağalandan sonra əsasən dəridə iki növ ləkələr qala bilər. Birincisi pigment ləkələr, ikincisi isə eritematoz, daha çox qırmızı ləkələr. Hər kəsi maraqlandıran sual odur ki, bu ləkələrdən canımı necə qurtara bilərəm? Əgər bizdə birinci növ ləkələrdirsə, yəni daha çox tünd qəhvəyi ləkələrdirsə, bu zaman biz baxım vasitələrinin tərkibində vitamin C, niasinamid və gidrokinon kimi komponentlərdən, üstəgəl püsviş lazerdən istifadə etməliyik. Bundan başqa bu növ ləkələrdə inyeksiyon prosedurlardan ağardıcı mezoterapiya, plazma terapiyada tətbiq oluna bilər. Yox, əgər ləkələrimiz daha çox qırmızıdırsa, damar mənşəli ləkələrdirsə, bu zaman azilayik asid, centella asiatica kimi komponentlər və üstəgəl qızıl standart olan PDL və enziak lazerdə tətbiq oluna bilər. Mən dermatoloq Gülşən Əzizova.